Salam, mən Orxan İskəndərov, 4-cü yüksəliş müsabiqəsinin qalibiyəm. Yüksəliş haqqında eşitdiyiniz ən absurd yalan. Bu deyərdim ki, daha çox ön yargıyla bağlıdır. Çünki həmişə qaliblərin daha çox tapşırıqla və əvvəlcədən müəyyənləşən şəxslər olduğunu bildirirlər. Mən qalib olandan sonra belə məni yaxınlar tanıyırsa, onlar bildirirlər ki, tamam sən ola bilər özün qalib olmusan, amma yəqin ki bir 10%, 20%, 5% də olsa kimsə tapşırıqla olar ki, bu da prosesdə iştirak edən hər bir şəxs ilk mərhələdən belə bunun absurd olduğunu görür. Yarışma dönəmində baş verən ən gülməli və ya ən gözlənilməz an əl əməyi tələb olunan tapşırıqlarla bağlı idi. Xüsusilə biz orada bayrağımızda qeyd etməklə raket buraxmalıydıq səmaya ki, əl bacarığım biraz o qədər də yüksək olmadığına görə yoldaşlardan dəstək olmalıydıq. Və nəticədə əldə olunan məhsul heç də ən yaxşısı deyildi. Hətta ilk sıralarda belə deyildi, amma zövq almışdıq. Müsabiqəyə hazırlaşan zaman sizi ruhlandıran xüsusi bir stat və ya söz var idi. Əslində bu çox idi. Mən bir neçəsini vurğulamaq istərdim. Onlardan biri özümə yazdığım mesaj idi. Mən həmişə 8:30-da daxil olmazdan öncə WhatsApp-da özümə yazırdım ki, sən qalibsən. Həm də ikinci yüksəliş müsabiqəsində qalib olmuş həmkarım mənə həmişə bildirirdi ki, mən qalib olmuşamsa, sən də mütləq qalib olacaqsan və bu məni çox ruhlandırırdı.